Bağçada bir icma qrupu fəaliyyət göstərir və azyaşlıların təlim-tərbiyəsi ilə 6 nəfərdən ibarət peşəkar pedaqoji heyət məşğul olur. 2025-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən bağçada əsaslı təmir işləri aparılıb. Təmir çərçivəsində otaqlar müasir standartlara uyğun yenilənib, təhlükəsizlik və sanitariya-gigiyena tələbləri tam şəkildə təmin olunub. Tədris və oyun otaqları zəruri avadanlıqlar və vəsaitlərlə təchiz edilib ki, bu da uşaqların həm fizik, həm də intellektual inkişafına müsbət təsir göstərir. Bağçada balaca fidanların sağlam, bilikli və vətənpərvər ruhda böyüməsi üçün hər cür şərait yaradılıb. Salyan şəhər 12 nömrəli uşaq bağçası məktəbəqədər təhsil müəssisəsi olaraq hazırda 3 qrupdan ibarətdir. Bağçada 60 uşaq müasir təlim-tərbiyə proqramları əsasında təhsil alır. Bununla yanaşı icma əsaslı məktəbəqədər təhsil qruplarında isə əlavə olaraq 37 uşaq məktəbəqədər hazırlıq mərhələsindən keçir. Uşaqların təlim-tərbiyəsi ilə 5 peşəkar tərbiyəçi müəllim məşğul olur. Müəssisədə balaca fidanların fiziki, intellektual və mənəvi inkişafı üçün bütün zəruri şərait yaradılıb. Uşaqlara milli mənəvi dəyərlər, bu yanaşma onların gələcəkdə vətəndaş kimi formalaşmasına mühüm töhfə verir. Ümumilikdə Salyan şəhər 12 nömrəli uşaq bağçası sağlam, savadlı və vətənpərvər nəslin yetişməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərən nümunəvi məktəbəqədər təhsil müəssisəsidir. Bilirsiniz ki, 3-5 yaş aralığında uşaqların əldə etdikləri biliklər onların gələcəkdə akademik uğurlarına bilavasitə təsir göstərir. Və bütün bunları nəzərə alaraqdan düşünürəm ki, məktəbəqədər yaşlı uşaqların təməli möhkəm qoyulmalıdır. Və bunun üçün biz əlimizdən gələni çalışırıq ki, edək. Məşğələlərimiz, təlim-tərbiyə işlərimiz hər gün 4 istiqamət üzrə inkişafda olur. Yəni bu həm fiziki inkişaf, həm idrakin inkişafı, həm sosial, həm emosional, həm estetik yaradıcılıq inkişaf. Tərbiyəçi müəllimlərimiz çalışırlar məşğələ boyu həm uşaqlara təlim-tərbiyə, həm də estetik zövqlərini təməlini qoysunlar. Salyan şəhər 18 nömrəli uşaq bağçası. Bağçamızda 80 uşaq fidan balalarımız təlim-tərbiyə alır. Bu təlim-tərbiyə ilə peşəkar müəllimlərimiz hər biri ilə fərdi məşğul olurlar. Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən bağçamızda əsaslı təmir işləri görülüb. Biz də bundan sonra çalışacağıq ki, bağçamızda vətənpərvər ruhda uşaqlar yetişdirək. Qurban Vidadoğlu, Səmir Şahlaroğlu bugün informasiya proqramı üçün.